Düzdür, bir çox insanın travması var, amma hal-hazırda eşitdiyimiz insanların travma adlandırdığı çox şey travma deyil, valideynlərin uşaqlara yaşatmaqdan qorxduğu çox şey onlar üçün travma deyil. Psixoloji travma anlayışını daha yaxşı başa düşmək üçün bunu fizioloji travma ilə müqayisə edin. Necə ki, siz qolunuz azca da olsa qapıya dəydiyi zaman düzdür, biraz ağrıdır, amma burdan siz bir travmatik zədə almırsınız və həkimə müraciət eləmirsiniz. Eyni şəkildə həyatınızda kiçik çətinliklərlə rastlaşdığınız zaman da bu sizin üçün psixoloji travma olmur. Nə zaman travmadan bəhs edə bilərik? O zaman ki, bizim gündəlik problem həll etmə, problemlə başa çıxma bacarıqlarımızı aşan, artıq öhdəsindən gələ bilmədiyimiz, bizim hazır ola bilmədiyimiz durumlardır. Bu zamanda necə maşın qəzalarında travma almısınızsa, o zaman sizin kəmər taxıb taxmadığınız, yardım alıb almadığınız təcili şəkildə və ya oturuş vəziyyətiniz, zərbənin nə qədər güclü olması, buna hazır idinizmi və s. bu faktorlar önəmli olursa, eyni şəkildə də çox ağır bir problem, çox ağır bir yaşantı yaşadığınız zaman da dəstək görməyiniz, yanınızda bir insan olubmu, sizin o anda psixoloji vəziyyətiniz necə olub və s. kimi bir çox mühüm məsələdə bu hadisənin sizin üçün travma olub olmamasını qərar verir. Travma yaradacaq qədər ağır olmadığı zaman yaşadığımız həyatımızdakı gündəlik çətinliklər əslində bizim inkişafımız üçün kiçik böhranlar yaradır və bu çətinliklərin öhdəsindən gəlməyimiz bizi böyüdür.